mənim oğlum əziyyət çəkməsin. Arvad qazansın, mən yeyim. Sən kimsən ki, mənə sual verəsən? 3 evim, 3 maşınım, bağım, Bodrumda evim, Kuşadasında bir evim. Yaxşı ssenari yoxdur. Sən öz adın sənə önəmli olmalıdır, o ərin adı yox. Şəbnəm, bu son serialından ilə başlamaq istəyirəm. Çox böyük səs-küyə səbəb oldu. Yad Qohumlar serialı, Ləman obrazı. Sən özün də yəqin ki, çox təəccübləndin, yəni bu reaksiyalardan. Yəni borc üstündə atan, yəni obraz olaraq, yəni atan borca görə səni yaşlı kişiyə, qat-qat özündən yaşlı kişiyə ərə verdi. Bundan necə qarşılandı? Reaksiyalar yəqin ki, çox sərt oldu. Oldu. Necə sərt oldu? İnsanlar yazır. Bu kişiyə qarşı reaksiyalar daha çox sərt oldu, ataya qarşı. Əslində bu qız üçün faciədir. Ata bunu atasına da deyir, sən məni pul qarşılığında, evi qarşılığında satmısan. Qız ona deyir ki, gedək hardasa qalaq, evi verək. Deyir, necə evi verək? Yəni evi qızından üstün tutur. Düzdür, sonra peşman olur. Amma Ləmanın da burada təsirli məqamlar var ki, görür ki, ata buna dəyər vermir. Bəs mən neyniyim? Ləman artıq özünü düşünməyə başlayır. Ata peşman olandan sonra da Ləman üçün onun heç bir faydası yoxdur və özünü düşünür, ağıllı qərar verir əslində Ləman. Ləman çox ağıllı qızdır. Ağıllı qızdır. Qoca kişi ilə evlənsə də onun özünə görə bir çıxarları var, planları var. O artıq atanı da düşünmür. Düzdür, atanın tutulmağına görə pis olur. Amma Ləmanın orada öz məqsədi daha üstündür. Atadan, çünki ata qərar verir, pulu, evi seçir, Ləmanı seçmir. Ləman da qərar verir, öz həyatını seçir orada. Bəs ilk dəfə rejissor sənə bu obrazı təklif eləyəndə necə reaksiya verdin? Əslində başqa seriallardan, 2 serialdan təklif almışdım. Biri ilə danışmışdıq. Orada sadəcə Çarəsiz serialı idi. Bir bölümdə var idim. Orada ölürəm uşaq dünyaya gətirəndə. Başqa bir serial var idi. O ilə hələ tam qərarlaşmamışdıq. Zəng gəldi mənə bizim rejissorumuzdan, Elmir bəydən. Danışdım. Dedi ki, bəs görüşə gələrsiz. Dedim, yaxşı. Sonra soruşdum ki, tərəf müqabilləri kimdir? Dedi ki, Abbas Qəhrəman. Dedim, mən düşündüm ki, atamı oynayar Abbas Qəhrəman və dedim ki, mənim sevdiyim aktyorlardandır. Dedim, hə, düzgün qərar verib razılaşmışam və getdim. Digər aktyorlarda öyrəndim, gördüm ki, hamısı çox maraqlı insanlardır, aktyor kimi, insan kimi. Bizim serialda hər kəsin öz marağı var, üz olaraq, xarakter olaraq fərqlidirlər və oxşarlar da var. Doğrudan da qohumlardır. Ailə üzvləri bir-birinə oxşarlıq da var. Çox maraqlı komandamız var və qəbul elədim, sevindim ki, o dəyərli aktyorlarla eyni komandadayım. Çünki bəzən olur, eyni aktyorlarla, eyni komanda ilə çəkilirsən, dəfələrlə olub. Bu məncə həm aktyor üçün yorucudur, həm də tamaşaçı üçün. Hardasa bir aktyorla oynayıb 5 il fasilədən sonra birdə oynayanda daha maraqlı olur. Amma hər il eyni aktyorla bu maraqlı olmur tamaşaçılara. Və sevindim, qəbul elədim, çox da uğurlu oldu. Bəs ailənin reaksiyası necə oldu? Məsələn, yaşlı bir kişiyə ərə getmək, eyni zamanda sosial şəbəkələrdə və getdiyin yerlərdə müəyyən bir təzyiqlərlə üzləşmək, maraq doğurmaq və ailənin reaksiyası nə oldu? Ailənin reaksiyası, bizdə ailə də incəsənət üzvüdür. Ona görə onlar bilir ki, bu sadəcə bir filmdir, kinodur, serialdır. Heç nəyi pis qarşılamırlar. Bir dənə ana nənəm oturdu ağladı. 3 gün ağlayıb. O niyə o kişiyə getdi? Onun bəxti niyə belə gətirdi? Bir dəfə, 2 dəfə, 3-cü dəfə anam gəldi ki, mənə də artıq psixoloji təsir eləyir anamın belə deməyi. Doğrudan da sənin atın niyə belə elədi? Orada kişi sənə qarşı nənəm deyir o çamadanlarını yığıb gözləyir ki, gəlib məni götürəcək. O ona da pis təsir eləyib. O kişinin mənim oyla evlənib bir evə getməm də ona pis təsir eləyib. Deyirəm, siz görürsünüz ki, mən evin içindəyəm, ay nənə, bəs də bu serialdır, bu bir hekayədir. Yox, deyir, mənə pis təsir elədi. Marketdə o gün bir xanım gəldi, sən o serialdakı qızsan? Deyirəm, hə, oyam. Tutdu belə əlimdən, o kişiyə yaxşı eləyib o sözləri deyirsən. Yaxşı eləyirsən. Burada aqressiya daha çox ata və Cavanşirədir.
qıza yox, qıza biraz yazıqları gəlir. Bəziləri də deyir ki, əcəb eləyir, qoy qız Cavanşirə 5 qatını eləsin. Çünki baba olaraq da nəvələrini incidir, ata olaraq öz oğullarını incidir. Ailəmdə belə deyim ki, ata, ana pis qarşılamır. Çünki bilirlər ki, bu hekayədir, sabah fərqli hekayədir, ondan əvvəlki fərqli idi. Bunların hamısı bir obrazdır. Ata-ananı anladım. Bəs Hı həyat -hı. yoldaşın necə? Ailə deyəndə birinci ağlıma ata-ana gəlir. Həyat yoldaşı deyəndə mən subayam. Ona görə də elə bir reaksiya ilə qarşılaşmamışam. Yəni belə. Öz qərarlarımı özüm və ailəm verir. Bax Şəbnəm, sən yaratdığın obraz, Ləman obrazı, həyatda bu gün Ləmanlar çoxdur. Hı -hı. Atasının belə deyim də, badına gedən, yaxud da ki, yaşlı kişilərə ərə verilən bizim gənc xanımlarımız da var da. Bax burdan onlara bir mesaj olaraq, məsələn, nə ötürərdin? Biri var, bu seçimi özü edən xanımlar planlı şəkildə. Mən bu kişiyə gedim, evlənim, mənim nələrimsə olsun. Sonra ya kişi dünyasını dəyişəcək, onsuz da yaşlıdır və yaxud da ki, ayrılaram, malım, mülküm olar, bir uşaq dünyaya gətirərəm, qazancım olar. Buna bir elə bil iş kimi baxırlar. Bəzi insanlar təəssüf ki, yəni bu dünyada belədir. Amma çox təəssüf də ki, məcbur olub bu hadisə ilə qarşılaşanlar var. Atası tərəfindən, anası tərəfindən ailə deyir ki, get buna, səndən 20 yaşda böyük olsa getməlisən. Həmin xanımın öz qərarı olmur, öz qərarını verə bilmir, etirazını belə eləyə bilmir. Bu da çox belə acındırıcı haldır. Amma Ləman burada düzdür, Ləmanın özünə qalsa heç vaxt belə düşüncədə olan bir qız deyil ki, yəni yaşlı kişiyə gedim, bunu əldə edim, onu əldə edeyim. O görür ki, artıq ata da buna qarşı belə, yəni o inciyir və düşünür ki, mən nə edə bilərəm? Bunu çıxar vəziyyətindən istifadə eləyir. Əslində Ləmanla Cavanşir orada ər-arvad deyil hələ ki, oynadığımız qədər. Bu hardasa, çünki bu bilinir planlı işdir. Ləmanın ona hərəkətlərindən mən çalışıram bunu hər şəkildə bildirim ki, yəni Ləman bunu istəmir, Ləmanın öz planı var və dünənki anonsda da göründüyü kimi Ləman artıq kimləsə telefonla danışır. Çünki Ləman gənc qızdır, gənc istədiyi də ola bilər. Ata deyir ki, bəlkə istədiyim var, gedib orada mənim başıma aşağı eləməyə, orada etiraz eləyir. Amma Ləman biraz elə qızdır ki, öz fikirlərini özünə saxlayır, heç ata ilə də bölüşmür. Yəni bu sevgi ilə nəticələnə bilər Cavanşirlə? Cavanşirin özü ilə bilmirəm. Amma Ləman dünənki bizim anonsda başqa biri ilə telefonda danışır. Ondan sonraki bölümdə də danışığı olacaq. Ondan sonraki bölümləri amma açıqlamıram. Sonu hələ mən də bilmirəm necə olacaq. Həyatda necə, sevgidə yaş sensi varmı? Məsələn, necə baxırsan yaş fərqlərinə? Mən özüm olsam, yəni Cavanşir yaşda kişi ilə heç vaxt. Cavanşir yaşda bir kişi ilə onun puluna, statusuna görə heç vaxt, yəni mən Şəbnəm olaraq ailə həyatı qurmaram. Yaşlı kişi ilə ailə qurmarsan? Yox, ümumiyyətlə mən Şəbnəm olaraq da daha çox karyeraya üstünlük verən biriyəm. Mənə ailə deyəndə mən həmişə ata-anamı üstün tuturam da deyirəm, mənim ailəm odur. Amma mənə deyirlər ki, misal üçün, sənin atan-anan da yad iki insan olub, evlənib, sən dünyaya gəlmisən. Bax, belə ailə yaranır. Deyirəm, yox, mən sırf işimi yəni üstün tuturam. Öz ailəm o heç, o mənim ailəmdir. Amma indiki evliliklər, indiki sevgilər, indiki maraqlar başqadır. Mən də orada özümü görmürəm. Nə daha çox sənin məsələn xoşuna gəlmir indiki münasibətlərdə? Düzdür, yalan ömür boyu olan şeydir. Bu həyat tərzidir, artıq yalan. O deyirlər ki, həyatda yalanı sevmirəm, amma bilmirik bu yalanı danışanlar kimdir. Bilirsiniz necədir? Mən ətrafımda da elə insanlardan elə hadisələr eşidirəm ki, yəni deyirsən bu heç vaxt bunu eləməz. Amma sabah elə bir şey eşidirsən ki, o həyat yoldaşına bunu eləyib. İnamsızlıq məndə var insanlara qarşı cinsə qarşı. Bugünkü oğlanlar, bugünkü əks cinsin nümayəndələri daha çox, məsələn, nəyinə, bəziləri var deyir ki, indi sevgilər yoxdur. İndiki oğlanlar cılızdaşıb, indiki oğlanlar, nə bilim, münasibəti nəyinsə üzərində qurur. Sən nə Hamıya şamil eləmək olmaz. Mənim üçün bəzi insanlar
Xanımlarda da bu belədir, bəylərdə də belədir. Bəzi bəylər deyir, xanımla nə maraq evlənə bilərəm, mən bu ilə evlənsəm bəlkə məşhurlaşa bilərəm, nəsə əldə eləyə bilərəm və yaxud da işləyir də, mənə də baxar, özünə də baxar. Amma bəzi bəy var ki, deyir, yox, xanım qazanır onun öz pulu, mən qazanıram ailənin pulu. Belə düşünəm, hamını eyni şeylə yükləmək olmaz. İndi bəzi şikayətçi olduğumuz gənclər, oğlanlar və qızlar hamı öz çıxarını düşünənlərdir. Bəylər də öz çıxarını düşünür, bəzi xanımlar da, bəzi bəylər də. Elə xanımlar deyir, evlənim, nə bilim, maşınım olsun, evim olsun, işləmək istəmirəm, mən ər çörəyi yemək istəyirəm. Amma mən bu fikrə çox sərt baxıram, ər çörəyi. Sən özün qazanmalısan. Allah göstərməsin, o bəy xəstələnə bilər və yaxud da dünyasını dəyişə bilər. Sən onda aciz kimi ortada qalmamalısan. Sənin ən azından bir peşən olmalıdır, öyrənməlisən. Nəyisə bilməlisən ki, sabah kiməsə möhtac olmayasan. Bəylər də ki, indiki bəylərin bəziləri işləmək istəmir, oturum evdə oyun oynayım, nə bilim, gedim dostlarımla əylənim, oturum onlarla çay içim. Ailəni düşünmürlər. Bir evdə soyuducunu açıb belə baxmırlar ki, mənim evimdə nə var, mən nə almalıyam. Amma misal üçün də indi mən öz ailəmdən belə görmüşəm ki, açır baxır, mənim atam nə lazımdır bilir, onun həmişə 2 qatın özünə həmişə ehtiyat tutan adam olub. Mən belə görmüşəm. Amma indi eşitdiklərim, bəzən gördüklərim məni şoka salır ki, yəni necə olub? Mən başa düşürəm, indi hamı öz atası, öz əmisi, öz dayısı kimi bir ailə həyatı ilə qarşılaşmaya bilər. Amma faciə ilə də qarşılaşmaq, yəni o da bir nə bilim başqa bir şey. Qadın hesabına yaşayan kişilər də var da, Var. Alfons deyirlər onlara. Alfons ad da tapıblar. Əvvəllər Alfons deyə bir şey var idi, yox. İndi Yox. bu günlərim onu özləri üçün bir Mən belə fikirləşirəm ki, bəzən biz xanımlar özümüz də buna yol açırıq. Keçən dəfə onu bir aktrisa ilə müsahibədə demişdi ki, qadın özü fürsət yaradır. Deyəsən elə Röya idi. Qadın özü Olar. fürsət yaradır, kişi də şərait yaradır, kişi də o fürsətdən bəhrələnir. İndi bəhrələnməsin də, desin ki, yox, ay xanım, lazım deyil. Amma qadın da bilməyərəkdən. Baxın belə deyək də, bu oğlun anası bir xanımdır. Düzdür? Tərbiyəni bu yöndə verib. Yenə də burada xanımın bir rolu var. Oğul bilmirəm indi onu küçədən görür, öyrənir, ətrafdan görür, o ayrı. Amma indiki bəzi valideynlər də var, deyir ki, mənim oğlum əziyyət çəkməsin. Niyə əziyyət çəkməlidir? Qız işləyirsə, qız özünə baxsın. Düzdür, xanım özünə baxmalıdır, xanım da özü ehtiyaclarını qarşılamalıdır. İşləyirsə özünə nəsə almalıdır, o ayrı. Amma bütün yükü xanıma yükləmək, orada xanım da əgər o yükü götürürsə, günah da xanımındır. Belə demək olarmı ki, bəzi kişilər deyir ki, elə arvad qazansın, mən yeyim. Olur. Bəzi kişilərdə olur ki, arvad qazansın, mən yeyim. Amma bunu hamıya şamil eləmək olmaz. Elə kişi var deyir, yox, mən qazanım, elə mənim ailəm yesin. Bu gün eyni zamanda aparıcısan, eyni zamanda aktrisasan. Mane olmur, maşallah. Elə baxırsan, çalışdığın kanalın demək olar ki, simasısan. Hansı daha sənə yaxındır, aparıcılıq yoxsa aktrisalıq? Onları ayıra bilmirəm. Çünki kiməsə sual verirsən, bu övladını daha çox sevirsən, onu o ayırmır. Mən də o cür. Mənim günümün 24 saatını, bəlkə 12 saatını aparıcılığa, 12 saatını aktrisalığa da bölə bilərəm, o dərəcədə. İndi radioya da başlamışam, Space Radio. Bizim verilişlər, əlavə tədbirlər, bu aktrisalıq. Mən xoşbəxt oluram orada. Gün olub ki, mən gəlmişəm, əhvalım çox pisdir, hansısa söz mənə təsir eləyib, ağlamışam, amma deyiblər 5 dəqiqə qalıb, yəni canlı efirə çıxmağa. Demişəm, yox, ora çıxmışam, demişəm, bəlkə də çıxaram, pis olaram. Amma o ki, kamera, o işıqlar, o mikrofon, görmüşəm, yox, tamam əhvalım dəyişib, o qədər özümü xoşbəxt hiss eləyirəm. Amma uğurlar artdıqca bizdə var da, ayağın altını qazmaq, badalaq vurmaq. Varmı sənin çevrəndə? Var, o qədər üzümə gülüb arxamca, yəni, bu qədər də yox da, yəni, niyə bu qədər işin yükün altına girirsən? Orada da varsan sən. Bəlkə bəsdir.
Bəlkə burada varsansa, burada olmayasan. Mən açığı sənə məsləhət görmürəm sən burada olasan. Yəni bunu deyən insanlar da var. Deyirəm niyə? Mən bu işin içindəyəmsə, mən bunun hər tərəfini istəyirəm. Ki mən bilim, burada da olum, orada da olum. Çünki mən evdən çox işimdə vaxt keçirirəm. Mən də bu çox belə yaxşı təsir eləyir. Həm əhvalıma, həm xoşbəxt oluram. Niyə bunu bacarıramsa eləməyim. Bəs reaksiyan necə olur elə insanlara qarşı? Məsələn, o Deyirəm niyə? paxıllığın bir nəticəsi olur sənə? Yox, olmur. Əksinə, məndə belə bir şey var. Mənə kim ki paxıllıq eləyir, kim ki mənfi fikir deyir, sonra onun özü elə bir şeylə qarşılaşır ki, halbuki mən deyim ki, belə demirəm, bunu Allaha tapşırıram, nə bilim bunu yox. Elə bir Yəni öz qazdığı quyuya özü düşür və çox istərdim ki, bilsin ki, o nəyə görə ora düşür o insanlar, amma təəssüf ki, bilmirlər ki, mən bunu elədim deyə bu vəziyyətlə qarşılaşdım. O qədər olub ki, mənə rəhbərlik deyir ki, bu işi də görməlisən. Deyirəm ki, baş üstə. Mən işdən qorxan adam heç vaxt olmamışam. 20 yaşımdan mən işləmişəm, yaşımdan artıq işləmişəm. Və o insanlar bəlkə buna razılaşmayasan, bu səni bəlkə statusdan salar. Həm orada, həm burada yorarsan tamaşaçını. Güya indi mənim yaxşılığımı istəyirlər. Demişəm ki, yox. Yorsa hər halda bunu rəhbərlik daha yaxşı qərarın verər və tamaşaçı da mənfi fikir yazar. Hələ ki mənfi fikir özümlə bağlı oxumamışam. Bəs sənin ən sərt tərəfin nədir? Məsələn, hansı məqamda Şəbnəm boğaza yığılar və çox sərt bir reaksiya verə bilər? Mən həyatda gündəlik məsələlərdə çox tez boğaza yığılan insanam. Çox tez əsəbləşən, özündən çıxan, mənə arada deyirlər ki, dilini biraz şirin elə. Amma iş kollektivində, iş prosesində o qədər mehribanam. O deyirlər, ərkim çatan insanlar evdə biraz görürsüz ki, əsəbləşirəm, etiraz eləyirəm. Amma işdə çox səbirliyəm. Çox səbirliyəm. Özüm də bilməzdim ki, mənim belə tərəfim var. Bu həmişə belə olub. Mənlə eyni başlayan o qədər xanım olub. Beziblər, atıblar, gediblər ki, əşi, mən niyə görə mikrofonla gedib müxbirlik eləməliyəm? Mən niyə kimsə yaxınlaşanda ki, olar sizə sual verim? Ay qız, belə reaksiyalar da var axı. Məni narahat eləmə. Sən kimsən ki, mənə sual verəsən? Belə danışan insanlar da var ya, çünki cəmiyyətdə. Aha. Bezib gedənlər var, evlənib gedənlər var, amma mən pis olmuşam, gəlmişəm evdə ağlamışam ki, axşam mən də gedirəm burada otururam, yemək yeyirəm, ətrafa baxıram, amma səhər mən oradan keçib o insanla müsahibə alanda o mənə elə sərt cavab verir. Elə bil mən ondan gedib pul istəyirəm. O mənə pis təsir edib, amma heç vaxt türklər deyir, pes etməmişəm, heç vaxt. Aha. Bəs setdə vəziyyət necədir? Məsələn, əziyyət çəkirsən, bu əziyyətin müqabilində aldığın qonorar səni qane edirmi? Ümumiyyətlə Azərbaycan reallığında bilirik ki, yəni seriallarda o qədər də çox qonorar yoxdur da. Yəni Azərbaycan reallığını götürsək. Çox uzağa getmirəm. Mən həmişə deyirəm ki, Amerika demirəm, başqa ölkə demirəm. Mən Türkiyədə burada gördüyüm işləri görsəydim, indi mənim 3 evim, 3 maşınım, bağım, Bodrumda evim, Kuşadasında bir evim, bəlkə də arsalarım, o yatırımlarım var idi. Amma çox acı reallıqdır ki, bizdə o, bilmirəm, qonorar aktyora verilmir, qıyılmır ki, mən aktyora niyə bu qədər pul verməliyəm? Nəinki aktyor, rejissor da məncə o məbləği almır. Necə deyim, başqa set işçiləri də. Ümumiyyətlə, mən çox istəyərdim ki, bizim seriallar şükür var. Mən uşaq olanda heç bu seriallar bir ara yox idi. Mən oxumağa başlayanda artıq çəkilməyə başladı. Mən sevindim ki, çünki mən baxırdım türk seriallarına, mən də belə oynamaq istəyirəm. Mənə deyirdilər ki, bizdə serial yoxdur. Sən incəsənəti bitirib nə olacaqsan? Yəni, incəsənəti bitirib ortada qalmaq istəyirsən? Deyirdim, yox, olacaq. Amma var. O dərəcədə deyil. Məsələn, özün hərdən təəssüf edirsən ki, tutalım, mən Şəbnəm olaraq, mənim nəyim ki, tutalım, Bərən Saat olsun, yaxud da ki, digər türk aktrisaları olsun. Məsələn, müqayisə eləyirsənmi, məsələn? Həm faktura olsun, həm müqayisə eləyirəm. Deyirəm qızlara ki, sən bax, indi oradakı filan kəsin yerindəsən. Mən filan kəsin
onların bizim kateqoriyada olan məşhurlarına, Adlarını bizimkilərə. çəkə bilərsən. Bizimkilərə, yox, hamının adını çəkməyim. Bizdə arada belə şey var ki, mənim adımı niyə çəkmədi və yaxud da mənim adımı niyə Bəs çəkdi? türk aktrisalarından hansıları məsələn? Elə özünü müqayisə eləyə bilərsən. Türk aktrisalarından onlarda misal üçün deyirlər ki, indi məşhurlarından belə götürək. İndiki gənc bizim yaşıdlardan Afra Saraçoğlu onlarda var. Yalı Çapqınında oynayan hamı da baxırdı. Hətta bizim aktrisalardan kimsə də gedib orada arxa planda nəsə çəkilmişdi. Belə bir başlıqda hardasa oxumuşdum. Və onlar bizim aktyorlar gedir, onlara verilən dəyəri görür, biraz məyus olur. Məyus olur. Şəxsən mən də məyus oluram. Ki niyə onların gününə bu qədər pul? Bəllidir, nəyə görə büdcədir, reklamdır, ölkə böyüdü, sektor böyüdü. Niyə bəs onlar bu dərəcədə məşhurluqdadır, bizdə yox. Bizdə arada kimsə tanıyır, hadi. Mən bunu tanımıram. Axı sən tanıyırsan, tanıdığın halda deyirsən tanımıram. Xüsusilə də öz bizim sahənin içində olanlar. Falan kəs, yox mən tanımıram. Amma halbuki müəyyən məşhurluqdayıq hamımız. Hamımızın öz yeri var. Şəbnəmin yeri var, misal üçün Lenanın yeri var, Ayselin, Aydanın, nə bilim, Aytənin öz yeri var. Hamımızın bir yeri var. Amma biz onu qəbullanmaq istəmirik. Qarşı tərəf burdadır. Amma fikirləşirəm, o dəyəri də bizə verən yoxdur. Həm tamaşaçılar da bizi müqayisə eləyirlər. Baxın, serialda mən hamının çəkdiyi seriala baxıram, hamının oynadığı işə baxıram. Çoxu paxıllıqdan deyir, mən baxmıram, mənim nəyimə lazımdır? Yox, mən baxıram, görüm biz indi hansı səviyyədəyik. Aktrisa, bu aktyor digər serialda oynadı, indi öz üzərinə nəyi qatıb, nə əlavə eləyib, nə artırıb. Baxıram, dəyərləndirirəm və görürəm yaxşı aktyorlar var. Yaxşı ssenari yoxdur. Yaxşı ssenari yoxdur. Büdcə yoxdur. O büdcə yoxdur ki, biz də gedək. Misal üçün Çarpıntı serialı var. Baxmıram, evdə baxırlar, görürəm. Boğazın ortasında bunlar qayıq sürə-sürə gedirlər və söhbət eləyirlər. Buna büdcə lazımdır, buna şərait lazımdır. Biz bunu eləyə bilmirik. Ona görə yazırlar, niyə ancaq mətbəxdədir söhbət? Niyə ancaq qonaq otağındadır söhbət? Bu da bizdən asılı bir şey deyil. Aktyora yüklənirlər, aktrisaya qarşı tənqidlər yazırlar. Söhbətdən söhbətə keçirəm. Məyus oluram ki, biz onlar kimi dəyər görmürük, biz onlar kimi məşhurluq dərəcəsində deyilik və bizim onlar kimi qazancımız, evlərimiz, maşınlarımız, obyektlərimiz yoxdur. Ona görə də ulduz həyatı yaşamırsınız. Ulduz həyatı yaşamırıq. Azərbaycanda ulduz həyatı yaşayan az çox müğənnilərdir. Müğənnilər ulduz həyatı o da 2 nəfərdir, yaşayır. 2 nəfər. Aygün Kazımova, Röya. Ulduz həyatını yaşayan bizim 2 dəyərli müğənnimiz var. Aygün Kazımovanı çox sevirəm. O ulduzdur, mənim üçün ulduzdur. Amma yenə də Türkiyədə hansısa bir ulduzun həyatı məncə daha başqadır. Yəni müqayisədə əlbəttə ki, fərq böyükdür. Başqa ölkələrə niyə keçmirəm? Çünki bizə ən yaxın budur və biz hamımız buna baxırıq. Ona görə deyirəm ki, yəni müqayisə eləyəndə belədir. Şəbnəm, eyni zamanda gənc xanımsan, subaysan, gözəlsən, maşallah, istedadlısan. Təbii ki, sənə qarşı əks cinsin bir münasibət qurmaq istəyən, sevgi yaşamaq istəyən, evlənmək istəyən bəylər də çoxdur. Necə də, yəni ki, yazırlarmı yəqin ki? Bilirsiniz, açığı yazılara çox baxmıram. Deyim ki, deyirlər, ay mənə belə hədiyyələr gəlir, hamısı belə danışır, mən qəbul eləmirəm, güllər, çiçəklər. Avtomobil bağışladı. Mənə, nə bilim, yazırlar belə, yox, deyim, elə bir şeylər yoxdur. Ümumiyyətlə, mən evlilik həyatımda düşünmürəm, heç vaxt düşünməmişəm. Amma həyatda bəzi səhv addımlar olur. O da hamı səhvi yaşamalıdır ki, doğrunu bilsin. Mən ümumiyyətlə evliliyi düşünmürəm. Çünki mənə görə mən öz ayaqlarımın üzərində dura bilirəmsə, özümü saxlaya bilirəmsə və bundan aşağı səviyyəyə düşəcəyəmsə, evlənib. Bəs münasibət qurmaq, sevgi? Münasibət də bilirsiniz. Amma sevgisiz də çətindir bir gənc xanım üçün. Sevgi yoxdur axı. Sevgi var. Sevgi, məndə inamsızlıq var insanlara qarşı. Bu da deyim, hansısa travmadan yaranan bir şey deyil ha. Sadəcə baxıram belə,
Bəlkə də mənim hissiyatım çox güclüdür. Mən xərçəng bürcəm, hiss eləyirəm də ki, kim kimə nəyə görə yaxınlaşır. Düzdür, bəzi hallar olur ki, bəzi şeylər, indi onu burada açıqlamıram, o insanların hissiyatını da dondurur, səni robot kimi bir yönə aparır. Bununla da məşğul olan insanlar var. O ayrı. İndi bəylər daha çox o işlərlə Amma ana məşğuldur. olmaq da həm də yəni gənc xanım olaraq arzumdur. Mən belə bir fikrim var ki, əslində hamı ana ola bilər, amma ola da bilməz. Çünki bu məsuliyyətdir. Elə xanım var ki, mənim uşağım olsun, mənə bəsdir. Mən bu fikirdə deyiləm. Amma bəlkə gəncsən, ona görə hələ bu barədə belə danışırsan. Yox, xanım var deyir, mənim gələcəyim üçün uşaq olsun. Mənim bəsdir. Ailə həyatı, yoldaş istəmirəm. Uşaq, düzdür? Deyirəm, o uşağı nəyə görə istəyirsən? Mənə bir stəkan su versin yaşda olanda. O uşaq o fikirlə dünyaya gətirirsənsə, sənə o suyu verməyəcək. Çünki mən indi xəbərlər eşidirik də, öz valideynini eyvandan atan qızda eşitmişik. Bıçaqlayan anasını. Bıçaqlayan oğlanda eşitmişik. Mən bilmirəm, o uşaq mənim tərbiyəmdə, evimdə 6 yaşından sonra bu məktəbə gedir də. Ətrafı onu hansı yönə yönləndirəcək, nə cür olacaq? İndi danışmaq da çox olmur. Oğlanlarımızın bəzi seçimləri olur, xanımlarımızın bəzi seçimləri olur. Mən baxıram, deyirəm ki, bizim dövrdə bu qədər yox idi belə şeylər. Mən qorxuram ki, belə kinder oyuncaqdır da. Uşaq böyütmək çox çətindir. Çox çətindir. Mən bilmirəm, mən onu eləyə bilərəm, yoxsa yox. Deyim, elə bir həvəsim də yoxdur. Çünki həyat insana bir dəfə verilir. Sən bilmirsən, o uşaq gələcəkdə sənin başına nə oyun aça bilər də. Yəni, belə biraz sərt səslənir. Amma bu qarpız kimidir də belə. Düzdür, insanla meyvə, tərəvəzi müqayisə eləmək istəmirəm, amma açırsan içini bilmirsən. Uşaq da dünyaya gəlir, bilmirsən sabah sənə nələr yaşada bilər, səni pis vəziyyətə qoya bilər. Düz yaxşı vəziyyətə qoyan övladlar da var, amma indi azdır. Amma belə çıxır ki, sən əks cinslə aranda bir baryer qoymusan. Yəni Baryer var. yaxınlıqdan qorxursan. Qorxuram, allanmaqdan qorxuram. Mən bilmirəm mənə, çünki bilmirsən axı kim sənə nə məqsədlə yaxınlaşır. Xüsusən də sən biraz cəmiyyətdə tanınan adamsansa, mən onu bilmirəm. Amma bu gün açıq şəkildə, məsələn, vətəndaş nigahı ilə yaşayan cütlüklər var və çox da normal yanaşırlar. Yəni ki, müasir düşüncəli belə deyim də, tutalım. Yaxud da ki, nigahdan kənar münasibətlərə üstünlük verən və bunu açıq şəkildə bəyan edən adamlar var. Bunlara münasibətin necədir? Biz nə qədər müasir olsaq da, bizdə həmişə şuur altında o mentalitet var. Mütləq. O gənclər ki var, bir evdə kimdənsə yaşayır. Onu ya ailəsi qəbul eləmir, ümumiyyətlə ailə ilə onun münasibəti kəsib və özgür insandır, azad insandır, öz qərarını verir. Və yaxud da ki, ailəsi yoxdur, dünyasını dəyişib və bu insan doğrudan da bu insanla həyatını paylaşır. Amma nə bilim, bilirsiniz necədir? Əslində bu da düz deyil. Mən gedirəm asan xidmətə, imzalayıram. Mən bu insanla yaşaya bilərəm. Bu qaydalar da əslində mənə çatmır. Yəni kağız üzərində. Kağız üzərində, hə. Çəkdim, ailəm də razıdır ki, hə qızım, get bununla yaşa. Ailə icazə vermir ki, gedib bir evdə yaşayasan. Amma mən gedib hansısa bir kağıza qol çəkirəmsə, gedib bu ilə yaşaya bilərəm. Burada da bir məntiqsizlik var. Yəni boşanmalara mən pis baxmıram. Evlilikləri kağız üzərində olan o qədər məşhurlar var ki, yaxud o qədər adamlar var ki. Kağız üzərində evlilikləri var, amma kişi öz həyatını yaşayır, qadın öz həyatını yaşayır. Elə bundansa ayrıl, sən öz həyatını yaşa. Bir düşüncə də var ki, əsas odur, adı var yanımda. Nəyə görə? Sən öz adın sənə önəmli olmalıdır, o ərin adı yox. Yəni insan özünə güvənməlidir, qarşı cinsə güvənməməlidir. Və mən həmişə deyirəm ki, deyirlər, birinci atamı, qardaşımı fikirləşirəm, adıma söz gəlməsin. Mən birinci özümü həmişə fikirləşmişəm, sonra atamı, qardaşımı ki, mənim adıma söz gəlməsin. Çünki bu mənəm. Mən özümə hörmət eləyirəmsə, mən heç bir pis sözü özümə yaxın buraxmaram. Əslində o, misal üçün, Almaniyada bir evdə yaşayırlar, 5 il, 6 il sonra qərar verirlər ki, biz evlənə bilərik. Yəni bir evdə yaşayırsansa 5 ildən sonra niyə gedib o sənədə imza çəkirsən? Əslində bir-birlərini tanıyırlar, belə münasibət qururlar. Bizdə hələ o düşüncəyə gələn ailə formalaşmayıb. Əslində pis bir şey də deyil.
Mənə yenə deyirəm, bu da məntiqsizdir. Gedirsən, imzalayırsan, hə, ata, ana toy eləyir, hamı oynayır, sevinir ki, qızım imza atdı, gedir ərə. Yəni bu düşüncə də mənə çatmır əslində. Ümumiyyətlə mən istəyirəm ki, hər kəs öz tək həyatında xoşbəxt olsun. Qadının kişiyə, kişinin qadına ehtiyacı olmaya bilər. Ki, qadın öz pulunu qazanır, özünə baxır. İndiki kişilər də ev işi görür, yemək bişirir. Yəni qadın oturub corab yumur ki, paltar yuyan maşın yuyur da corabı. Onu kişi də ora ata bilər. O gedib o ləvazimatları alıb o maşını hazırlaya bilər də öz corabını, öz köynəyini. İndi ütülər də par ütülərdir. Ehtiyacı yoxdur. Məncə yeməklər də indi sifariş eləyirsən. Xanım özünə baxa bilər, kişi özünə baxa bilər. İndi gəlir o bizim belə də tələbat münasibətləri ki, yox, bu xanımla kişi ailə, uşaq dünyaya gətirməlidir. Hər qadın, yenə deyirəm, hər kişi öz qərarında özgürdür, azaddır. O demək deyil ki, evlisənsə məcbursan uşaq dünyaya gətirməyə. Ola bilər ki, evlənərsən, ikiniz xoşbəxt ola bilərsiniz və uşaq dünyaya gətirməyə də bilərsiniz. Bu da bir seçimdir. İnsanları azad buraxın, azad seçimlərinə buraxın. Mən həmişə deyirəm, kənardan nənə deyir ki, yox, uşaq lazımdır. Deyirəm, sənin dövründə sənə lazım olub. Sən mənim qərarıma qarışma. Həm də mən elə bir ailədə böyümüşəm ki, həmişə məsləhət olub, elə olub ki, həmişə valideynin qərarı olub. İndi mən deyirəm ki, mən çıxıb parkda 1 saat gəzmək istəyirəm. Çıxıb gəzirəm, o qədər xoşbəxt oluram ki, Şəbnəm, sən qərar verdin ki, 1 saat özün gəzə bilərsən. Çünki həmişə mən hara getmişəm, mama ilə, hamı gedirdi Qubaya iş kollektivi. Heç kimin valideyni yanında yoxdur, mənim valideynim yanımda olmadı, bu məni biraz sıxırdı. İndi düzdür, o da öz kollektivinə gedir, mən də gedirəm onunla. Deyirəm, görürsən, düzdür, onun vecinə olmur. Amma mən uşaq idim, utanırdım, gənc idim, deyirdim ki, yox, hamı necə sərbəst gedə bilir. İndi mən bura gəlirəm, sərbəst. Misal üçün, demirəm ki, mən hara gedirəm də, evdən çıxanda bilirlər ki, işə gedirəm. İndi amma zəng vurub arada demirəm ki, mən getdim Cəvahir xanımdan müsahibə almağa. Deyirəm, Şəbnəm, sən özün qərar vermisən, bu yaşda buna sevinirəm. Çünki belə şeylər də olur, o biraz insanlarda travma yarada bilir. Şəbnəm, çox xoş oldu gəldin. Baxıram ki, hələ bizim limiti də aşıb, amma söhbət o qədər maraqlıdır ki, həqiqətən də özün də maraqlısan ona görə. Sağ olun, çox sağ olun. Sənə gələcək fəaliyyətində uğurlar arzulayıram. İnşallah, çox sağ olun. Bütün sevdiyin, hansı ki, səni xoşbəxt eləyən o işlərdə daim olasan və uğurların bol olsun. Hər dəfə gələndə bir yeniliklə inşallah ki, səni qarşılayaq. İnşallah, çox sağ olun. Mənə də çox xoş oldu. Sizin kollektivə də uğurlar arzu eləyirəm. İnşallah yeni işləri həmişə burada qeyd eləyək.